Kəpəz hücumda ötürmə, qapıya zərbə olacaqmı? Yerdə qalıb Kəpəzin futbolçusu. Gəncəlilər hakimə baxırlar. Orada İnqilab Məmmədov və Namiq Hüseynov var. Təkrarı izləyirik. Topda birinci idi burada. Kəpəzin futbolçusu Məqsəd İsayev. İlkin qərarı küncdən zərbədir. Bir daha baxırıq. Mustafa Sek. O söyləyə bilərik. Emin Səfərov təhlükəli ola bilər. Emin Mahmudov qapçının özünə qalır. Ötürmə edilir və top qapıdadır. Başladı Emin Səfərovla. Emin Səfərov topu qazanır. Elə Abulazıdan top gəlir. Top oyunda 50 oyuna işarə edir indi Kəpəz futbolçuları. Kifayət qədər zəngin karyeraya malikdir. Şakir Seyidov Məhəmməd Ubbaya yerini verir. Sadiq Şəfiyev kimin əvəzinə daxil olacaq.